yemədim. Lütfü valideynlə rəhmət. Müəllimlərimiz, hörmətli bacı qardaşlarımız, 45 illik yubileyin qonaqları, hamınızı salamlayıram, hamınızı təbrik edirəm. Can sağlığı sizə. İcazə verin, demək bu 45 il ərzində öz haqq dünyasına dəyişən bacı və qardaşlarımız, müəllimlərimiz olub. 1-ci Qarabağ müharibəsi, 44 gün Vətən müharibəsinin qəhrəman şəhidləri bir dəqiqə sükutla yad edək, zəhmət olmasa. Allah rəhmət eləsin. Birinci növbədə mən sözü vermək istəyirdim. Demək bizim burada bilçək müəllimlərimiz var. Birinci növbədə onlar bizə birinci sinifdən dərs deyiblər. Əgər yadınıza düşürsə, mən 20 illik yubileydə demişdim ki, demək ibtidai sinif müəllimlərin çəkdiyi əziyyəti heç kim çəkmir. Heç bəlkə valideynlər bizlə evdə o əziyyəti çəkmirlər, amma ibtidai sinif müəllimlərimiz bizlə çox əziyyət çəkirlər. İndi bizdə, burada bizim ibtidai sinif müəllimimiz var, Mərziyə müəllimə. Sizin icazənizlə sözü verərdi Mərziyə müəllimə. Salamı olsun hamıya. Hoş gördük, sevgili əziz balalarım. Baxmayaraq hamı, siz nəvə sahibi olmuşsunuz, baba olmuşsunuz, nənə olmuşsunuz. Ancaq mənim üçün hələ sevimli balalarımsınız. Gün olsun, aydın olsun.
Sizin bu 45 illik yübleyiniz mübarek olsun. 100 yaşayın, sağlam yaşayın. Size uzun ömür, can sağlığı, aile saadeti, xoşbaxtlıq arzulayıram. Arzu edirəm ki, öz ailələrinizlə, yanlarınızla, kürəkəninizlə sağlam, firavan hayat geçirdərsiniz. Sizə uzun ömür, can sağlığı. Bizi burada dünyada değişken, dünyasını değişen müəllim və müəllimlərinin qəbrin durla dörsün. Onları Allah qani-qani rəhmət eləsin. Yerdə qalan müəllimlər isə can sağlığı, uzun ömür, can sağlığı arzulayıram. Sizə də 100 illik keçirdərsiniz. Sağlam canla, sağ bədənlə gələcəyiniz günləriniz uğurlu, xeyirli olsun. Bana söz verdiğin için öz təşəkkürümü bildirirəm. Sizə minnətdarlıq edirəm. Sağ olun, öpürəm sizi, bağrına basıram. Çok sağ olun müəllim, çok sağ olun. Hörmətiniz artıq olsun. Məskinə müəllimi olub, bir sinifdə Samaya müəllimi olub, belə də ki, Mərzəyə müəllimi. Allah Məskinə müəllimə rəhmət eləsin. Bizim hazırlıq müəllimimizə Səyyad müəllim olub. Allah ona da rəhmət eləsin. Sonra benim yadımdadır, biz 4-cü sinifdə oxuyanda bizə iltivat müəllimi səhv eləmirəmsə bizim sinif rəhbər edir. Mən indi istəyirəm sözü verim iltivat müəllimə, öyrək sözlər deyilsin. Mənbələrdən sızılır, Mədafın müəllimin ad günüdür. Biz Mədafın müəllimi bugün təbrik edirik. 72 yaş. Çok güzel yaşayır. Maşallah maşallah nadala yaşayır. Allah Teala senin için ne kadar bundan sonra ömür arzulayıpsa onu sağlam yaşasan. Seni tebrik ederim. Mədafın müəllim, sen güzel insansan. Sen bütün şagirlerin, bütün müəllimlerin sevilmişsin. Biz seni səmimi qəlbdən tebrik edirik. Allah Teala sana uzun ömür can sağlığı versin. Buyurun, ürək sözler.
Sakin ol valla. Sizin hamınızı tebrik ederim. Bugünkü gün hakikaten de yadda kalan gündür. Bu gelecekte size stimul verecek. Bu size enerji verecek. Bugünkü gün sizin yadınızdan çıkmayacak. Hakikaten de bugünkü günden de maraqlı gün, qəşəng gün ola bilməz. Mən arzu edirəm ki, siz belə 70 illiyi, 100 illiyi qeyd edəsiniz. Uzun ömürlü olasınız, xoşbəxt olasınız, çörəyiniz bol olsun, şərbala sizdən uzaq olsun, öz balaların xeyrini görərsiniz. Ümumiyyətlə sizə həmişə yaxşı gün arzulayıram. Sizin qabağınıza yaşıl işıq yansın. Həmişə qabağınız açıq olsun. Ümumiyyətlə pis adamlardan, şərdən baladan uzaq olasın. Ümumiyyətlə mən həqiqətən məni bura dəvət edəndən mən çox sevindim. Mən bugün başqa yerdə, Rıbuda da mən ilk dəfə dərs demişdim. Mən sadəcə oraya getdim. Ondan sonra gəldim buraya. Orada da iştirak etdim. Ya film eve girdik ama taksiş kadın. Yok, onlar verdi. Ben afmakam bunu verip bunu bunlar verdi. Esma bu taksiye girdik ama. Ümumiyyətlə sizə ancaq xoş günlər arzulayıram. Sizin yüzünüzdə təbəssüm əskik olmasın. Ümumiyyətlə həmişə həyatda güləniz olasın. Həmişə mehriban olasın. Ümumiyyətlə mən sizə baxıram, mənim ürəyim açılır. Sizi belə şən, sizi belə güləniz görəndə mən baxıram, görürəm, hamınızın yüzündə təbəssüm, belə mehribanlıq var. Bu mehribanlıq sizdən uzaq olmasın. Sizin buraxılış həqiqətən də mehriban olub ki, orta məktəbdə bir-birinə mehriban olmuşsunuz ki, burada da indi belə görüşmüşsünüz. Mən elə buraxılışlarını ilə heç yubilə keçirtmir. Orta məktəbdə də bunların arasında münasibət yaxşı olmuyor. Deməli sizin uşaqlar, mən deyərəm ki, ən igid oğlanlar, ən belə yaxşı mehriban qızlar burada. Mən burada görürəm də, bəlkə o dövrdən tutmuş bu dövrə qədər, maşallah deyirəm, igid oğlanlar, Çorumlu kimi oğlanlar buradadır. 40 defa maşallah. Özü də mən sizə bir yanda söz deyim. İşıq yanır, iki dənə xətdir. Yəni biri nol, biri fazla. Biri ərdir, biri arvad. Çalışın arvadda. Kişiləri var ha. Möhkəm saxlayın. Möhkəmlə qaçacaqlar ha. Ben dilə deyirəm daha bir daha. Sağ olun, var olun. Həmişə belə mehriban olasın. 100 illiyi gelirləsin, 100 illiyi. 100 illiyi cavan qalasın. Nələ belə cavan qalasın. Sağ olun. Teşekkür ederim. Tabrik edeceğim sizi hamınızı. Belə tabirlərdə çox olmuşsunuz. Uzun ömürlü olsun sizin tabirləriniz. Arzu edirəm ki, 90 illiklə belə geçirlər. Bana Ali var, Osiplar, dünya rejiminde. Sonra demək var ki, bizim məktəb olmayacaq. Bu kadar kadrolar, her sahada kadrolar, biz fəxr edirik sizinle. Sizin hamınızdan biz fəxr edirik. Mən eşidirəm, her şey görürəm. Mikrofonu yapın. Deyirlər ki, bir mahallada 10 tane hakim var. Taze gənclər bilmirik, tanımırıq. Bu kendi fəxridir. Bu müəllimlərin zahmetidir. Sizin ağırlı olmağınız fəxridir. Çünkü sizin dünya görüşünüz olmasaydı bu cür kadrolar olmazdı. Fəxr edirəm sizin hamınızla. Siz de öz balalarının, navalarını o cür tərbiyə ilə böyüdəsiniz. Özünüz necə böyümüşsünüz, onları da o cür tərbiyə verəsiniz. Sağ olun. Bunu arzulayacağım sizə. Sağ olun. Sağ olun İkbal müəllim. İndi İkbal müəllim həkimlərdən danışdı.
Demək, təkrarları olmasın, biz 20 illik keçəndə də bu söhbət eləmişəm. Demək, bayaq demişdik, işlər müəllimə də idi, Allah ona ömür versin. Burada masası idi, onu gətirmək istədik, deyib gələrdik belə. Demək, bayaq həkimlərdən söhbət edəndə, təkcə, indinin söhbət edəndə indi çoxdur. Məsələn, 80-cı illərdən sonra, 90-cı illərdən, bəlkə Mamusada 150 dənə həkim var idi. Təkcə Mamusa kəndində. Düzə hamısı soğazda həkimlər idi. Və bu həkimlərin, onların, bu bizim müəllimlərin çəkdiyi zəhmətdir. Çünki o indikilər müəllimə deyirəm ki, tibb institutuna girmək üçün fizika, kimya, biologiya gəlsəsən. Demək, o biologiya müəllimə içində bugün bizim içimizdə tərfə müəllimə var. Nərman müəllim var, Allah rəhmət eləsin, Akif müəllimə rəhmət eləsin, Şabalar müəllimə rəhmət eləsin. Bunların böyük əziyyətləri olur burada. Mən keçən sabah yardımdan çıxdı 20 ildə tərfə müəlliməni qeyd eləməmişdim. Bizdə nə qədər qız həkimlərimiz var, indi xanım həkimlərimiz var. Qızlar getdi ondan. Bəli, bəli. Tərfə müəllim gələndən sonra uşaqlar bura, Allah tərfə müəllimə də can sağlığı versin. İcazə versəydiniz, ben sözü Tərfə müəllimə verərdim. Uğursuz da uşaqlar deyib bizə, siz oraya gedin, işte burada. Ay bu şöyle bağlamadı, bu ne bakın, bakın böyle hiç kim yaptı, ay bir şey. Ben şu sıvanı bir şey başka, abla çıkıyor. Portula kapı. Sizi hoş gördük. Sizi görmenize çok şadlıyım. 5 yıldan sonra yeniden sizi görmek, bunların gerçekten hem doldurmaz, hem güzel bir görüşüm. 45 yıl az vakit değil. Bu zamanı ömürdür. Biz kan bakırım, oğlanlar ve kızlar var. Hamısı elə bilən ki, o məktəb vaxtı gördüyüm uşaqlar, baxmayaraq başından uşaqlar. Ancaq bilən həmin o bir yardıma düşmüş müddət yoxdur. Allah sizə can sağlığı versin. Bu yubiley davamlı olsun. İltifat mənim demişkən, 60 ilisi, 70 ilisi kəsirlədi can sağlığı ilə, könül xoşluğu ilə. Ben burada bakarım kızlar sizden kənarda eləşir. Mesela kızlar hamısı oğlanların içində də dəyişiklik çoxdur. Elə uşaqlar var dəyişiklik tanımaya olur. Ama elə uşaq var ki, Allah ne sevdirir, elədir. Çok sağ ol, çok sağ ol. Sana çok sağ ol. Ben arzu edirəm ki, her bir şagirdin, şimdi ben nazarında şagirsiz, ailesi tanımıyor. Allah size can sağlığı versin. Ailelerinizi xoşbaxt eləsin, övladlarınızı xoşbaxt eləsin. Sizi heç vaxt böylüyə nasib olmayasın. Herkes öz ailesinin başında böylüyə nasib olmasın. Harada olsun, hansı ölkəyə, hansı vilayətə geçsiniz, öz məktəbinizdə yaddan çıxartmayın, müəllimlərinizdə yaddan çıxartmayın. Çünki məktəbin də, müəllimlərin də sizin üstünüzdə böyük zəhməti var. Necə valideynlərin zəhməti var, müəllimlərin də zəhməti var. Bəli, Allah sizə can sağlığı versin uşaqlar. Mən bu söz qoyduğumda bir dənə deyim sizə. Şükür Allah'a hər cəhətdən nümunəli uşaqlarsınız. Hamınız haqqında məlumatı var, siz yaxşı xəbərlərinizi eşidirik. Həmişə yaxşı xəbərlərinizi eşidirik. Biz özümüzdən qədər sevinirik ki, şagirdlərin yaxşı xəbərləri, uşaq xəbərləri sevinirik. Allah sizə can sağlığı versin. Dostluq edin bir-birinizlə, heç vaxt bir-birinizə xeyşərdən qala qalmayın. Həmişə bir yerdə olun, bir-birinizə dayan olun. Dünya 5 günlük dünyada heç kəs aparmıyor özüylə. Ona görə ancaq yaxşılardan başqa heç nə qalmır. Allah sizə kömək olsun, həmişə mehriban olasınız. Belə müəllimlərin də sayınızı çox sağ olun. Belə müəllimin cibinə qalın, bir bu hörmətdir. Başqa şey müəllim bulmur sizdən, ancaq sizin müəllimlərə qarşı hörmətiniz elə bəslə olsun. Allah köməyiniz olsun, Allah sizi qorusun, həmişə yaxşı xəbərlərinizi işləyir. Qızlara da can sağlığı arzu edir, xoşbaxt olsunlar, babalarının xeyrini görsünlər, nəvə görsünlər, nəticə görsünlər, həmişə belə mehriban olsunlar. Sağ olun. Sağ olun. Can sağlığı arzu edir.
ayrı düşmüş hayal. Senin güzel bakışların, senin arzuların, yalnız benimle kal. Senin güzel bakışların, senin şirin arzuların, yalnız benimle kal. Sen her sözümden inceyip güzel, ayrı düşen güzel, gel yüzme gel bir. Seni eşkinle yaşadım inan, unutmadım bir an, sensiz ömrüm yalan. Sularından geçen bir ömrüm vermezsin. Ayrı düşsem de bil ki, bensiz kalsam da bir gün o sevgim yaşamaz. Seninle yaşadım, esnekli bir sevgi var, bitmiş hepsi seninle kaynar. Sen hiç de gel düşünme, sevdiğim o günlerden ayrı düşmüş hayal. Senin güzel bakışların, senin şirin arzuların değil, yalnız benimle kal. Senin güzel bakışların, senin şirin arzuların değil, yalnız benimle kal. Senin eşkinle yaşadım inan, unutmadım bir an, sensiz ömrüm yalan. Bir dönüp baksam da yeniden, hiç duymadım senin sevgindeki sesi. Sen benim arzularımdan geçen bir ömrüm vermezsin. Hamısı gətirdi. Ülkenin yarısı köçeledi Rusya'ya. Rusya'ya köçelemek için ne yemek lazımdı? Rus dilini bilmek lazım idi. Demek bizim de Rus dili müellimiz Gülşen müellime idi. Alleme müellim idi. Arif müellim. İcazə verirsiniz, sözü Gülşen müellime vereyim. Aziz Hülyalılar, hoş gördük sizleri. Size ilk növbədə təşəkkür edirəm ki, məni bu dəvət eləmişsiniz yubileyinizə. Çox sağ olun. Mən sizə həmişə minnətdaram. Can sağlığı Allah sizə duayıram Allah'tan. Xoşbaxt olun, çox yaşayın, 100 yaşayın. Nəvənətdə sahibi olun. Allah sizə can sağlığı versin. 100 yaşayın, ancaq qocalmayın. Xoş xatirələri mənə canlandırdınız. Mən çox
mu? Sızıldadı kalbimiz, yüreğimiz safiydi. Arzularsa bir deli, iler kuş gibi gitti. Sızıldadı kalbimiz, benim sinif yoldaşım. Geçen zaman güzeller, nereden çıkmaz o iller? Ezdiğimiz bir senden
Demek Cumhuriyet'in göre kapısı Rusya Poznaçen Nikag'da. Ayın 19'u Basri Hanım'ın ad günü oldu. Biz Basri Hanım'ı yürekten tebrik edirik. Ona can sağlığı, uzun ömür, canı ağramasın. Sözü verirəm Basri Hanım'a. Bu ürək sözlərdir ki, başına sokun. Buyur hanım. Hamınız hoş geldiniz. İlk növbədə aziz müəllimləri, sinif yoldaşlarımı, buraxılış yoldaşlarımı bu 45 illik yüvley münasibətilə ürəkdən təbrik edirəm. Allah rəhmətə getmiş müəllimlərimizi rəhmət eləsin. Sinif yoldaşlarımızdan, buraxılış yoldaşlarımızdan rəhmətə gedən var. Allah onları da rəhmət eləsin. Həmişə qədər xoş günlərdə Teşekkür. olsun narahatdır. Deyirlər Ələkbər müəllimə söz vermək lazımdır. Dedim hər şeyin vaxtı var. Ələkbər müəllim bizim kəndə gələndə çox cavan. Kəndin ən gözəl qızlarından birini apardı. İndi icra verir, sözü Ələkbər müəllimə verir. Uşaqlar Davet eden sizin beni yardım olun.
Kardeşim, ısıtma sevilen memnun. Sana kadar sütül verilmemiş. Ne tür oldular ya. Hayoli oluyor, insana küreken yer. Ona gelen lan. Aksine çeşitlen komponör. Çeşitlen Şimdi bu şerem bu. Bilgi verseniz, burada olmamızın başında sağlık mektep. Mektep girişte birleştirir. Giriş çabuk bir. Mesela burada bir şairimiz olur, Mehmet abi. Bir mektep nerede? Dili çok kalın olur, Arap yazarı çok olur. Onu yaxşı kişilerim. Bir mektep ne demek? Şams-ı şamsdan mütehalat. Yani güneştir, mütehalat değil, mehvedir. Aşağı. Mektep ne demek? Peygamber bir optika bilen, tabiatın güzgüdür. Mektep ne demek? Ümmete bir bağlı saadet. Yani mektep, millete, halka saadet olsun. İnsanlar oradan hoş geldin sağladı. Şimdi çocuklar çok tanışıyorlar. Bu altı gün manalarında. Elbette men adamlarsa 6 gündür. Ama 45 günden sonra burada görüşmeye, burada bir yerde olmak, bu tarihi hadise. Güzel olur. Güzel bir efendidir. Bir tane şey ister yani. Dövmemin kardeşi belədir. Bu dünya əzəldən yaman dünya. Güclümüz qaldırar çiyindən, gücsüzü çiyindən atandır. Tutma bu dünyanı, tutma təkanı. Nagahan gülüşü yenə təsədir. Nə sevinci bədir, nə qəmi bədir. Zəhəri şəkərə qatandır. O necə anadır, düz ilqarı yox. O necə anadır, düz ilqarı yox. Kimdə sığaldır, kimdə yumruq. Yer bilənlərə bir çiçək olur, yer bilməyənə yalan. Tutma bu dünyanı, tutma təsədir. Nagahan gülüşü yenə təsədir. Nə sevinci bədir, zəhəri şəkərə. İndi də təşekkürlər, o ben bardağımıza vardı, ben aldım. Ben şeylerden veririm, aldım. Öyle bir şeyler için. Cezmanlara değilim, bu hatıra kalacak. Belki bundan sonra böyle görüştü, görüşmedi, bağlamış idi. Ama bunu diyemem size. Benden size bir yardımcı hatıra kalsın. Sen verdin, onlar deyledin. Ne diyeyim ben sana demişim. Haksızım, haklı söylüyorum. Ben ne diyeyim sana? Köylümü berbat eyledim. Çok şahları mat eyledim. Kör yavını mat eyledim. Ne diyeyim ben sana? Doğrulara yerim yoktu. Eğrilere kaldın dünya. Koroğlu'nu attan saldın. Sen Hamza'ya kaldın dünya. Eşberi nerede saldın? Ne verdinse yine aldın. Şeş istedim, sen geç al. Ne diyeyim ben sana? Ne diyeyim? Bir göre çok sağ olun. Ben size çok sağ olun. Birbirimizden dua olun. Sağ olun. Bir daha minnettar. Sağ olun ben. Demek misafir edememiş tarafım ki.
Dersler var. Tamam. İcra verin, sözü sonundan mənimə verin. Unutmayın değil mi? Siz saf olamazsınız. Herkesi salamlayıram, herkesi öpürəm, bağrıma basıram. Deməli, məclis belədir ki, çox sürətlidir. Həyəcəm var. Məclis öz axarı ilə gedir. Deməli, mən də bu uşaqlarla uşaq deyək də, ya hamısı böyüksüz, hamısı ağzaqalsız, hamısı nəvə sahibissiz, oğul, uşaq sahibissiz. Deməli, bizim yolumuzda uşaq kimi, deməli, uşaqları hamısı təbrik edirəm. Deməli, təbrik edirəm. Deməli, mənim də bu uşaqlarla zəhmətim olur. Deməli, öz zəhmətimi hava verirəm. Bütün uşaqlardan hamısı razıyam. Onlar necə lazımdır, mənim hörmətimi o cür saxlayırlar. Mən də fəxr edirəm ki, sizə dərs demişəm. Heç olmasa sizin həyatınızda mənim də müəyyən qədər payındır. Təbrik edirəm, öpürəm, bağrıma basın. Sağ olun, çox sağ olun. Sağ olun, sağ olun, çok sağ olun. Sen de özüm bilirsən ki, biz sənin hörmətin doğrudan da çok üsteydik. Ben sana dua edirəm. Bana ver. Bir yana bay havası. Garipleri sındırma Ses alıp yürek kullandırma O geri yatla Yere geçse yüreğim patlar Akıllığıma çıkar göster Bezdirip beni yazmaca sözler Aşık yardan elemek olmaz Seven kesse benden ayrılmaz
Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah nə xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz. Bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzuna alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgi ilə pozmaqda. Yani xəşər bunlardan can sağ ol. Bakan bola ve sağlıcım ola. İşte zahmetini ve işte bolon saklamışlar. İşte boledun rahmet kar. Kıda çok maslahatçı ama ve çamavra da bakıyor. Tekasar. Kıda onu kani rahmet kar. Ve sağlık. Ve sağlık. Ama bana sağ ol. Çamavra o şart var. Birisi dara yubabe. Hayat çumadı. Ben diyor ki Dani bu da İnşallah işte babam var ya onun hamayı. İnşallah. Roy. Bu da ama kısmet bakayım. Vatana çok. Ama ni davet ki tamam. Daha çok bol. İnşallah evliliği daima yolu Cun sağlamadaki soğlamadı. Çok çıkıyor. 100 yıllık çarşıdan evlilik sağlık uzun ömür. Bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ. Taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin
Parçalar bence Ne 70 ama şu ama Neyse bunu can sağlığı. İşte Validina rahmat çamur bırakçıydı. Onu gani gani rahmat. İşte bunu Hacım Zalana rahmatlı. İnşallah Halili'yi de görüştüm bunu. Halili. Evet. Valla tarafı da koyun ettiğinde koya koya. Bunun amacın sağlığı. Bütün Müslüman emanet eder. Hadi ki daha naramat tutar. Hadi can sağlığı. Bu tamam başına canlı bir bu. Artık yoldan dönüp fakirde yoluna bu. Ömrümün en şirin duygulu kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Mektebilleri, ömrümün en şirin duygulu kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Mektebilleri, ömrümün en şirin duygulu kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri, en temiz arzulu günleri, en temiz arzulu günleri.
Bir dönüp baxsam da o xoş bir duyğulardan qəlbimdə nə qalıb? Ömür ötüb gedincə həsrət qaldım sevincə, bildim xoşbəxt günlərim səninlə yaşanıb. Sen hiç de gel düşünme, sevdiğim o günlerden ayrı düşmüş hayal. Senin güzel bakışların, senin şirin arzuların değil, yalnız benimle kal. Senin güzel bakışların, senin şirin arzuların değil, yalnız benimle kal. Sen her sözümle inciyip küsen, ayrı düşen güzel, gel üzme kalbimi. Senin eşkinle yaşadım inan, unutmadım bir an, sensiz ömrüm yalan. Şimdi dönüp baksam da yeniden hiç duymadım senin sevgindeki sesini. Sen benim arzularımdan geçen bir ömür nəğməsin. Arma girersen kavuşlarım o çatı bahamrım burası. İlam, gönüllü, sadakati. Bu kişi burada, Aflatun verdi. Kınavanlarda bana can sağlayın. Umarım alilik canlı ikram toplayın. Hadi bana çıkarın. İnşallah aliliği hamle taşımadan çıkarın. Peşinden sonra gözlüyor. Tamam. Ben kendi atarım. Kınavanlı olan bu. Bütün masa yolu dumandı, kanlı bir bak. Şimdi dönüp baksam da yeniden hiç duymadım senin sevgindeki sesi. Sen benim arzularımdan geçen bir ömrün nəğməsi.